alkanların izomerini öğrendik. Burada fərqli buluşlu maddələr var. Burada isə onların kimyəvi tərkibi var. Siz öz maddələrinizə baxırsınız və hansı tərkibə uyğun gəlirsə də öz fikrinizi ona verirsiniz. Baxın ki, hansı maddə neçə izomeri tapılacaq. Buyurun, baxın karbonların enerji sayına və oradakı uyğun gələn tərkibə öz fikrinizi verin. Biz bugün burada C4H10 tərkibli 2 maddə izomer tapdıq. Sonra C6H14 tərkibli 4 maddə izomer tapdıq və C5H12 tərkibli 3 maddə izomer tapdıq. Özümüzə alışlayaq.